2007-ci ilin sonu. İraqda müharibə sona çatır. Prezident Bush qələbə elan etdi. Bərpa işləri başlayıb. Heç kim yoxdur. Hücum edib qaçıblar. Hər kim dilərsə çıxıb gediblər. Yəqin müharibənin bitdiyini başa düşürlər. Ice. Alın. Ice. Nədir? Nə hərəkət var, nə də kölgə, elə bil. Çoxdan buradayıq. 18 saat var. 20. İlahi. Səni inandırıram, orada heç kim yoxdur. Bəlkə onlar peşəkardır. Yaraqlılar. Mən söz gəlişi dedim ola bilər. Borunun yanında 6 fəhlə var. Və 2 mühafizəçi. Onlara bax. Nədir? Meyidlərin heç biri sığınacağın yanında deyil. Bu mənə qəribə gəlir. Qəribə heç nə yoxdur. Bu o deməkdir ki, onları çox tez öldürüblər. Özü də başlarından vurublar. Boş-boş danışma. Bax o, radio əlaqənin yanındakı oğlanı görürsən. Yəqin kimsə çağırıb. Hə. Onun başından vurmayıblar, Ayız. Yaxşı, tutaq ki, birinin başından vurmayıblar. Amma 30 saniyəyə 8 adam öldürmək. Səncə yaraqlı yarı avtomat tüfənglə gəlib? Ona görə deyirəm, bəlkə o peşəkardır. Yaxşı səndə. Yəni biz cubo ilə vuruşuruq. Ola bilər. Eşitdiyimə görə bu divar lənətlənib. Bu adi divardır, dostum. Divardan qorxursan? Yox, onun arxasındakilardan qorxuram. Deyirəm, bəlkə orada yaraqlılar gizlənib. Hey, orada nə varsa var. Qalanları sənin mənasız uydurmalarında. Divar. Ayız. İndi nə deyirsən? Orada kimsə var? Yox, 60% əminəm. Amma indi 80%. Heç özüm də bilmirəm. Ya da, o peşəkardır. Boş-boş çərənləmə. Məncə həmişəki kimi 4-5 yaraqlı hücum eləyib onları öldürüb. Məntiqli danışırsan. Bəlkə sən deyəndir. Bəlkə də o peşəkardır. Çox istədim, mən getdim. Cəhənnəm ol, aradan çıxmaq istədiyini bilirdim. Yaxşı, səndən razıyam dostum. Yenə acımısan? 4-5 adamın payını yemirsən, amma yenə gözün doymur. Burada oturub sənin super snayperlər barədə super nəzəriyyələrinə qulaq asmaq fikrim yoxdur, dostum. Yaraqlılar heç vaxt bu qədər oturub gözləməzlər. Mən ələ salırsan? İstidən bişirəm.
Alt paltarım suyun içindədir. Nə qədər boş-boş oturub gözləmək olar. Sənə deyirəm, orada heç kim yoxdur. Başa düşmürsən? Hə, əlbəttə yoxdur. Sən hamıdan Ağlım ağıllısın. olsaydı. Hərbi hava qüvvələrində Sən hava qüvvələri üçün çox yekəpərsən. Təyyarəyə minsən qalxa bilməyəcək. Mən ciddi deyirəm, dostum. Aşağı əyil. Mən də ciddiyəm, ora gedirəm. Oğlanın radio əlaqəsini götürüb geri qayıdacağım və biz buradan rədd olub gedəcəyik. Hə, düzdür. Əlaqəni yoxlayıram. Hə. Qəbul. Sən hardasan? Tapdım. Hərəkət var. İlahi, nə pis yer yeyirsən. Yenə tumanın yaşdı. Qıpqırıdı. Sən hamıdan ağıllısan. Lap yaxşı. Sən həmişə mənim ən yaxşı dostum olacaqsan. Divarı izləyirsən? Arxanı izləyirəm. Əla burcudursan. Bax belə, qəşəng. Əla, super. Davam elə, əla. Deyəsən əvvəllər rəqqas olmusan, hə? Oxudum, oynadım, indi pulumu ver. I may love you like you. Ətrafda heç kim yoxdur. Bəsdir, diqqətli ol. Mən arxadan qoru. Baş üstə. Hə, burada bizdən başqa heç kim yoxdur. Özümü tənha hiss elədim. Sibil. Mən yaxınlaşıram. Divarı izləyirsən? Elədir ki var. Zibil. Nə oldu? Lənətə gələsən. Hər şey dumanlı görünür, dostum. O lazımsız cihazı tulla gitsin. Bu dinin cihazıdır. Cəhənnəm olsun din. O axmaq adam olub. Cəhənnəm olsun. Gic bəsərin biri idi. Ölmüş adamın nişangahını istifadə eləmək pis əlamətdir. Burada nəsə xoşuma gəlmir. Nə? Cavab ver dostum, nə olub, nə baş verir? Qays, düz deyirdin, hamısının başından vurublar. Hardan atdıqlarını görürsən? Bilirsən nə var? Cəhənnəm olsunlar. Tez ol qayıt. Ey Ays. Yoxla görək. Ay Sibil, məni yaraladılar. Lənətə gələsən. Nə axmaq adamım. Zibil. Lənət şeytana.
Gözlə dostum, gəlirəm. Zibil. Onlar məni görürlər. Məni görürlər. Məni görürlər. İstəndəli olmuşsan. Kaç buradan tez ol. Yok yok çık git. Git buradan. Zibilə kalsan. Alçaklar gizlen. Yere uzan. İptallı zibil. Yaramazlar. Bağışla dostum. Zibil, lənətə gələsən. Zibil. Çavuş! Çavuş Meteo! Uşağı it. Zibilə kalasan. Bağışla dostum bana göre oldu. Lənət olsun. Zibil. Böyle olmak istemirdim. Olabilmez. Esnaflar. Nerede gelesiz? Kardeşime esiye diyersin ki. Sərçəyə nə deyim? Ona de ki. Eşitirsen Ercey. Ona de ki benim 22 bin pulum var eşitirsen. Bəsdir, boş danışma dostum. Ben bilmirəm neyniyim. Qaytanı çıxart. Yaranı qaytanla bağla. Qaytan. Qaytanla bağla. Tez ol qaytanı bağla. Tez ol. Ays mənə kömək lazımdı dostum. Mən bacarmıram. Özün bilirsən. Yok. Hacı əlaqəni deyirəm. Ondan istifadə elə. Zibil. Götürdün? Lənətə gələsiz. Götürdün Ays. Bir dəqiqə gözlə. Aman tanrım. Qəbul. Zibil, lənətə gələsən.
Qəbul, qəbul. Spartalı 3-3. Mən təxliyə tələb eləyirəm. Zəhrimar. Sibil, bu niyə xarab oldu? Lənətə gələsən. İşin tərsliyinə bax. Sibil, yox. Yox. Sibil. Sibil. Səni görüm, lənətə gələsən. Qəbul. Danışan Spartalı 3-3'dür. Qəbul. Spartalı 3-3'dür. Mənə təcili təxliyə lazımdır. Əlaqə cavab verir. Antenası düşüb. O antenanı qırıb şeyin. Bircə bu çatmırdı. Sən heç olmasa onu görürsən, mən elə gəlir onu vura bilərəm. Nədir? Risk eləyəcəm dostum. Onu görürsən. Sənə nə olub? Çavuş Metios. İt oğlu. Çavuş Metios. Çavuş. Yox. O səni səndən tez vuracaq. Lənət olsun. Çavuş Metios. Mənə eşitirsən? Eşidirəm, buradayım. Biraz döz. Səbirli ol. Onu görürsən. O hardan atırdı, cavab ver. Mən nə Biləm. Mən bilmirəm. Güllə səsi neçə metrdən gəlirdi? Güllə səsi. Demək ki, güllə səsini eşitmədin. Neçə saniyə oldu? Bir dəqiqə. Qoy fikirləşim. Ays, yəqin ki ölçmüsən. Qulaq as dostum, mən yalnız bir dəfə ata bilərəm. Silaha toxunma, lənətə gələsən. Onu götürən kimi səni öldürəcəklər. Biraz döz. Zibil! Zibilə qalasan. Lənətə gələsən.
Lanet olsun. Zibil. Yaxşı. Mən onu görürəm. Çavuş Matthews. Çavuş Matthews, məni eşidirsən? Aman tanrım. Sənə nə oldu axı? Axı qan itirməmsən. Ayıl yaranı sarı. Zibil, lənətə gələsən. Zibil. Əlimə keçsən, səni parçalayacağam. Cavab verin. Danışan Spartalı 3-3'dü. Məni eşidirsiniz? Dəqiq və aydın eşidirəm. Qəbul. Spartalı 3-3'dü. Düşmən atəşinə məruz qalmışam. Təxliyə tələb eləyirəm. Burada yaralı var. Snayper də var. Bizi sıxışdırıblar. Mən tərpənə bilmirəm. Yaralını təxliyə eləmək lazımdır. Təkrar eləyirəm. Yaralını təxliyə eləmək lazımdır. Koordinatlarınızı deyin. Qəbul. Şkala Grid Whiskey 7203. Aydındır. Gözləyin. Ah ilahi. Hey Shane! Biz evə gedirik dostum. Bizi vaxtında tapdılar. Harda qaldınız? Danışan Spartalı 3-3'dü. Qəbul.
Gəlirsiniz? Sizi dəqiq və aydın eşidirəm. Siz bizim dalğadasınız və biz qəbul zonasından kənara çıxmaq istəmirik. Mənə eşidirsiniz? Qəbul zonası. Mən sizi öz radyo əlaqəmlə eşidirəm. Yaxındasınız. Siz çağırış siqnalını təsdiqləməlisiniz. Qəbul. Danışan çavuş Allen Isaac'dir, 51-ci xüsusi bölmə. Mənimlə çavuş Shane Matthews'dur, yanımdadır. Amma yaralıdır, bəlkə də həlak olub. Dəqiq bilmirəm, o cavab vermir. Qəbul. Qəbul olundu Spartalı 3-3. Yaralının təxliyəsini hazırlayırıq. Aman tanrım. Ay, səni balaca yaramaz. NATO'nun gülləsidir. Lənətə gələsiz. 7.62-nin 51-ə. Yox, bu snayper iri çaplı silahdan atəş açır. Pilotsuz uçuş aparatı istəyirəm. Tibbi helikopteri göndərməzdən əvvəl bizə sorğu şifrənizi deməlisiniz. Nə? Təkrar eləyin bir də. Sorğu şifrənizi göndərin. Nə boş-boş danışırsınız? Yox, bəs... Kimdir danışan? Danışan kapitan Otis Simmons'dır. Sizə və yaralı çavuş silahdaşınıza helikopter göndərmək üçün sizin sorğu şifrəniz lazımdır. Romeo, yox, bir dəqiqə. Mənim tibbi yardıma ehtiyac olduğumu deməmişdim. Məni eşidirsiniz? Qəbul. Mən təxmin elədim. Amma protokol bunu tələb edir. Lənətə gələsiz. Mən hardan bilim siz kimsiz? Hə? Bəlkə siz yalan danışırsınız. Alan Isaac, siz və çavuş yoldaşınız Shane Matthews gecə hərbi əməliyyat zonasına girmişsiniz. Sniper barədə kəşfiyyat məlumatlarını əldə edib bizə məruz eləməliydiniz. Yaxşı, yaxşı. Yaxşı, bağışlayın. Mən özümdə deyiləm. Qulaq asın, bizə kömək lazımdır. O əclaf hələ buradadır. Hara yox oldunuz? Signal raketiniz var çavuş. Mənə eşidirsiniz? Yox, yox. 7-4 var, bir də şəxsi silahım. Mən istəyirəm siz ayağa qalxıb havaya güllə atasınız. Mövqeyinizi müəyyənləşdirməliyim. Siz nə danışırsınız? Biz Ranger poligonunda deyilik. Lənətə gəlmiş snayper mənim yerimi biləcək. Yerinizi müəyyənləşdirməsək kömək eləyə bilməyəcəyik. Aydındır? Sibil. Görürəm necə kömək eləyirsən, əclaf. Bu protokol deyil, axmaqlıqdır. Çavuş, təxliyə üçün sizin dəqiq yerinizi bilməliyik. Bir də təkrarla. Mənə sizin mövqeyiniz lazımdır. Yox, rütbəmi soruşuram. Rütbəm nədir? Çavuş, Siz ləhcə ilə danışırsınız. Amerika ləhcəsi deyil. sən məni ifşa elədin. Boş-boş danışırsan. Sözlərin arxasında gizlənmişdim. Sən divarın arxasında gizləndiyin kimi. Sən... Ay, lənət eləsin. Sibil. Sibil. Sənin lənətə gələsən! Sənə sualım var. Dostunu soruşuram. O ölüb? Mənə elə gəlir ki, ölüb. Danışan Spartalı 3-3'dür. Signal göndərirəm. Bəlkə o sadəcə hoşunu itirib. Burada yaralı var. Bəlkə bir güllə də var. Snayper var. Düşmən snayperi. Tibbi helikopter tələb eləyirəm. Arxayınlıq üçün maksimum bir güllə var. Mənə Arxada təkrar var. eləyirəm. Bəs uşaqları? Onun sifətindən vursan, bağlı tabut xoşlarına gələcək. Bəsdir, ağzını yum.
Məni bezdirdin. Bir dəqiqə sus. Sən nəsə istəyirsən? Mən heç nə bilmirəm. Adi çavuşam, heç nədən xəbərim yoxdur. Cəhənnəm ol başım. Mən bunu istəmirəm. Hə? Onda nə istəyirsən? 12 bakirə qız ya da başqa şey? Səni tanımaq istəyirəm. Sadəcə yaxından tanımaq. Etiraz eləmirsən? Sən məni aldadırsan. Aldadırdım. Amma sən məni ifşa elədin. İndi gəl səmimi danışaq. Burada səninlə məndən başqa heç kim yoxdur. Hə, nə deyirsən? Yaxşı, gəl danışaq. Hə, sən hardansan? Yox, bura bax. Mən sənin haqqında heç nə bilmirəm. Bəlkə səndən başlayaq. Məndən? Danışmalı bir şey yoxdur. Nə danışım? Hə? Səhərdən dil boğaza qoymursan. Niyə özün haqda danışmaq istəmirsən? Hə? Yaxşı. Mən başlayıram. Sadəcə adi İraqlıyam. Mülki vətəndaş. Lənətə gələsən mülki vətəndaş. Güllə səsi, atəş. 1, 2, 3, 4, 5. Yaxşı, 1, 2, 3, 4, 5, 1, 2, 3, 4, 5. Hədəfə dəymə. 4 üstə gəl 4. 4 üstə gəl 4. 800 üstə gəl. Güllə 45, 50, 60, 60 dərəcəli bucaq 9, 950, 950 üstə gəl. Təxminən 1500 alınır. Deməli belə. Yaxşı. Bu divardır. Bu isə mən. Bu Metiosdur. Kran. Burada tikinti, trailer, bayraq. Bəs sən? Mənə nə olub ki? Sən adi sıravi Amerikalısan. Hə, düzdür. Adi Joe. Adi əskər Joe. Rangersən ya dəniz piyadası? Bizim sıralarda xidmət eləmisən, hə? Əvvəl təlim keçib, sonra arxadan zərbə vurursan. Qulaq as, o yazıqlar adi fəhlə idi. Oruç çəkirdilər. İqtisadiyyatınızı dirçəldirdilər, alçaq! Boru çəkirdilər. Bizim iqtisadiyyatımız üçün. Hə, hər şey lənətə gəlmiş pula görədir. İnfrastruktur, təhsil, məktəblər. O adamlar müqavilə ilə işləyirdi. Vuruşmağa gəlməyiblər. Müharibə qutarıb, qardaşım. Qardaşım? Nə fərqi var? Maraqlı sözlər seçirsən. Səninlə razı deyiləm, qardaşım. Müharibə qutarmayıb. Hər halda sənin üçün yox.
Çox qəşəng danışırsan. Sən kimsən? Bəlkə ərəblərin Şekspirisən, xəbərimiz yoxdur. Shakespeare? Hərbi dil poeziyadır. Müharibə qorxusu, atəş məsafəsi, müqəddəs cihad, dosta atəş. Sənin növbəndə, Isaac. Bəlkə Aiz deyim. Nə? Necə yəni mənim növbəmdir? Nə eşitmək istəyirsən? De görüm hardansan? Ailən hardadır? Ailəm barədə sənə heç nə deməyəcəm. Vallahi. Yaxşı, onda silahdaşların haqda danış. Burada da sənə rədd cavabı verəcəm, dostum. Mənə hərbi sirlər lazım deyil. Sadəcə əhvalatlara qulaq asmaq istəyirəm. Cəhənnəm ol! Danışmasan Matthews'u öldürəcəm. Öldür! Doğrudan? O sənin ikinci itkin olacaq. Əvvəlcə din, indi də Matthews. Dini hardan tanıyırsan, hə? Danış. Yox, hardan tanıyırsan? Sən onun nişangahını gəzdirirsən. Dostun demiş, ölünün nişangahını gəzdirmək pis əlamətdir. Mənə bir şey danış, Isaac. Dostlarım barədə. Yoxsa Matthew'nun sifətindən güllə ilə vuracam. Yaxşı. Hə, biz topla oynayırıq. Başa düşmədim. Biz bölükdə uşaqlarla nahardan sonra oynayırıq. İraq günəşində qızarırıq. Başqa bir iş yoxdur. Müharibə qutarıb. Qızarırsınız. Bu nə deməkdir? Qızarırıq, yəni günəşdən yanırıq. Davam elə. Davam eləyim. Yaxşı. Çavuş Matthews da günəşdə qızarır. Bəs din? Mən səninlə din haqda danışmayacağam, lənətə gəlmiş ərəb, it oğlu. Sənin yerində olsaydım danışmağa başlayardım, Isaac. Mənə dindən danış. Sənin dərdin nədir? Açıq de mənə. Sadəcə maraqlıdır. Qardaşlarınla bağlılığını öyrənmək istəyirəm. Danışmasan, Matthews'u vuracam. Elə indicə ona baxıram. Başını partlatmaq asandır. Ailəsi onu tanımayacaq. Bunu istəyirsən, Ice? Sadəcə suallarıma cavab ver. Yaxşı, yaxşı. Mənə dinin nişangahı haqqında danış. Lənət şeytana. Divarın aşağısında nişangahı görürəm. Onu niyə ora qoydusan? Ay, Sibil. Bayaq dedin ki, xarabdır. Niyə xarab nişangahı özünlə daşıyırsan, hə, Isaac? Bəsdir çərənlədin, dostum. Bu necə qutaracaq? Axırı necə olacaq? Başa düşmədim.
Dedim ki, bu necə qutaracaq? Oyunun sonu necədir? Son yoxdur. Mən sadəcə söhbətdən həzz alıram. Yaxşı, xahiş edirəm, qutar. Sən məni heç vaxt tanıya bilməyəcəksən. Mənə elə gəlir artıq səni daha yaxşı tanıyıram. Heç nə bilməyəcəksən. Elə sən öləsən, alçaq. Susuzluqdan yanırsan, bilirəm. Ona görə sənin su qabını nişan aldım. Ona nişan almadın, məni vurmaq istəyirdi. Yox, qəsdən su qabını vurdum. Yox, belə sərra satıcılar olmur. Sənin antenanı da, Bəs digərim, zarafat eləmə. dizini də. Bilirəm ki, dizaltı damarda kifayət qədər qan dövran edir. Ona görə də ayağını nə qədər sarsam da qanı saxlamaq mümkün olmayacaq. Qan axmadan öləcəksən. Yorğunluq hiss edirsən, ha? Başın gecələnir. Gecə düşənə qədər öləcəksən. Burada nə baş verir axı? Alçaq oğlu, alçaq. Xəstə köpək oğlu. Məndən nə istəyirsən, hə? Alçaq. Lənətə gələsən. Hə, tap məni. Alçaq ərəb. Hə, tap. Hey, yenə hara yox oldun? Hə? Yox, divarı keçmək istəyirsən, hə? Hə. İstəyirsən mənim divarımı dolanasan? İstəysaya bax. Düz deyirəm, hə? Sən mənim divarım dedin. Sənin dövlətin bu divarı dağıtmağa gəlib. İndi isə ümid eləyirsən o dağılmayacaq. Səncə gülməlidir, hə? İstəyirəm biləsən. Arxasında gizləndiyin divar məktəbin bir hissəsi olub. Nə yaxşı, elə ayaq yol axtarırdım, lap yerinə düşdü. Sən İslamın kölgəsində gizlənmisən. Yox, mən ölümün kölgəsində gizlənmişəm. Lənətə gəlmiş ölümün kölgəsində. Deməli daraqda 20 güllə var. Səkkiz adam. 20 gülləsi olan daraq. Biri Matthews'a, üçü də mənə. Bu NATO güllələrdir. 7.62-nin 51'ə. Eşidirsən mənə, alçaq. Hey, Alçaq. Danışmaq istəyirsən? Gəl söhbət eləyək. Nə var, nə yox? Bilmək istəyirsən hansı silahdan istifadə? M24, Mark 11. Mən həmişə M96-ya üstünlüyü vermişəm. Elə bilirdim səmimiyik. Bilirəm ki, Mark 11-dən istifadə edirsən. Yox, sən mənim ondan istifadə eləməyimə inanırsan. Amma dəqiq bilmirsən. Sən heç nə bilmirsən. Adətən siz belə deyirsiniz, hə? Sən heç nə bilmirsən. Bunu bir də təkrarla. Mən pis eşidirəm. Yaxşı. Sən heç nə bilmirsən. Mən heç nə bilmirəm, hə? Xahiş edirəm, davam elə. Məni marifləndir, dostum. Danış, səni eşidirəm. Siz Amerikalılar düşünürsünüz ki, hər şeyi bilirsiniz.
Düşünürsünüz ki hər şey çox asandır. Mən sizin düşməninizəm, amma səninlə mən o qədər də fərqli deyilik. Amma mən terrorçu deyiləm. Elə bilirsən, mən terrorçuyam. Başqasının ölkəsinə gələn sənsən. Özünü onun torpağında, onun vətənində maskalayan sənsən. Allah bilməz. Mənim olduğum yerdən baxanda terrorçuya daha çox sən oxşayırsan. Deməli zibilliyin içindəsən. Ola bilməz. Yəqin ki, sən peşəkarsan. Mən səni tanıdım. Sən Cubasan. Kabus. Yüzlərlə adam özünü Cuba adlandırır. Mən adi adamım. 35 Amerikalı əskər. Sən ölüm ilahəsisən. Buna görə səni tapa bilmirlər. Lənətə gələsən. Yəqin həftələrlə bu zibillikdə oturmusan. Deməli, təlimlərimiz əbəs olmayıb. Sənə güllə atmağı, nişan almağı, tüfəngi təmizləməyi, silahı yenidən doldurmadan atmağı öyrədiblər. Hər şeyi bizdən öyrəndin, sonra da bizi satdın. O bu məsələyə hansı tərəfdən baxmağından asılıdır. Bunun yalnız bir tərəfi var. Bilirdim ki, belə deyəcəksən. Yox. Mənə desən ki, düşməninəm, sənə hörmət eləyəcəm. Bir-birimizi öldürəcəyik. Amma dostum olduğunu deyib, arxadan güllə ilə vursan, gözümə yalançı ilan kimi görünəcəksən. Video az. Əgər dostun səni arxadan güllə ilə vursa və sən sağ qalsan, ona cavab ateş açmaq olar. Isaac, səndən bir şey soruşum. Niyə bura gəlmisən? Niyə hələ də buradasan, Isaac? Neçə məzuniyyətin olub? Niyə həmişə geri qayıdırsan? Dinə görə? Həm də ona görə. Bilirsən niyə bura gəlmişəm? Ona görə, hə? Düzünü de, Isaac. Dinə görə gəlmisən? Xahiş eləyirəm, de. Sən hardan bilirsən? Onun adını sənə kim deyib? Mənə onun barəsində bir fakt danış. Cəmi bir fakt. Biz ondan həm yerli idik. Onun bacıları mənim getdiyim məktəbə gedirdi. Atam onu tanıyırdı. Uşağını görmüşdü. Onu Dino'dan çox qucağında gəzdirib. Clem Qəlyanaltıda işləyirdi. Clem? Clementina onun arvadı. Bu mümkün deyil. Mən bacarmıram. Ora qayıda bilmərəm. O mənasız həyata qayıtmaq istəmirəm. Onlar mənə baxacaqlar. Mənə baxıb hər şeyi biləcəklər. Sibil, yox. Lənət olsun. Yox. Yox, mən bacarmıram. Bacarmıram. Ora qayıtmayacam. Qayıda bilmərəm. Aman tanrım. İlahi. Zibil.
Səni qane elədi. Daha hər şeyi bilirsən. Xəbərim var ki, xəstəsən. Niyə? Çünki beynimdə iş eləməkdən xoşun gəlir. Isaac, hər şey sona çatandan sonra özünün dərsini soyacaqlar. Gözlərini deşib çıxaracaqlar. Güllələ canım qutarsın it oğlu it. O yalancı dilini sinənə mismarlayacaqlar. Məni öldürməsələ bitsin. Amma mən onlara sənin cəsədini tapmağa imkan verməyəcəm. Zibil, bəlkə özümü öldürüm. Yaxşı, qoyun oğlu qoyun. Harada gizlənmirsən? İndi baxarıq, yaramaz əclaf. Gör bu necədir, alçaq ərəb. Mənə bir şey göstər. Nə oldu, küçük? Lənətə gələsən. Zibil.
Zibil. Bu axmaqlıq idi, Isaac. Sən öldürə bilərdin. Asanlıqla öldürərdin. Ice. Mən səninlə söhbət eləmək istəyirəm, Isaac. Niyə özünü güllərin altına atırsan? Isaac, oradasan. Ay Zibil. Radio əlaqəyə görə özünü risk attın. O xarabdır. Ölmüsən, niyə danışmırsan? Yan attım, mən hələ sağam. O qədər də sərrast atmırsan. Danışırsan. Mən o səsi yaxşı tanıyıram. Qocanın ürəyi hələ döyünür. Bu nədir, Mavi ərəblərin poemasıdır, hə? Amerikalılarındır. İfşa edən ürək. Edgar Allan Poe. Dediklərindən heç nə başa düşmədim, dostum. Edgar Allan Poe. Radio əlaqənə nə olub, səsin qırılır. Yetkin ki onu oxumusan. O dahi Amerikalıdır. Bilirsən, ədəbiyyatda Bu nədir? Baxın, mən heç nə eləmədim. onun yetim olduğunu bilirdin. Əskər olmaq istəyirdi. Amma o qədər də... Şeyin, bu sənsən? O əskərdən çox istedadlı yazıcı idi. Bir gün gecə yarı xəlvət. Yoxdan qaldı taqət. Çavuş, nə ediyor? Səs gəldi, sanki qapı döyüldü. Bu sənsən? Qarğa idi qonağı. Gələcəkdən gətirmişdi sorağı. Əbədi zülmətdən qarğa gəlirdi. Dimdiyilə ürəyini dəlirdi. Apar qapından kədəri qoy açılsın bəxt. Qarğa dedi, heç vaxt. Bəlkə Robert Frost'u sevirsən. Göydən bir səs eşitdim. Dedi, bax ulduzlara. Yer oldu. Səni görürəm, dostum. Bilirdim ki, yatmısan. Dünyaya gəlməyin haqqı ödənib. Mən o yaramazı tapmışam. Poeziyası gözəldi. Saat 12 istiqamətində. Zibilin içində oturub. Çox gözəl poeziyadır.
Deməli sən oxumusan, hə? Hə. Savadlısan. Burada oxumusan ya xaricdə? Mən bilirəm. Xaricdə proqramlaşdırılmış təsir üsulu var. Bu ateş üçün o en azı 80 metre hündürlükte olmalıdır. Burada 1500 metrdir. Belki de 1550. Düzdür? Ha? Niye cevap vermirsən dostum? Danış. Sibil. Sen hələ də oradasan? Sən çox kitab oxumusan, savadlısan. Deyirəm bəlkə ərəblərin Shakespeare haqda danışasan, hə dostum? Shakespeare. Sen yalnız onu tanırsan. Ben İngiliz dilini öğrenmişim. Belə çıxır ki, sən təkcə snayper deyilsən. Ben Bağdat'ta müəllim idim. Ama ders dediğim məktəbə bomba düştü. Başa düşdün şey! Sol dirseğimde qəlpə qalıb. İndiyə qədər. O ağ treylerin arkasındaki sivil qalağındadır. 1550 metre O hündürlükdə. mənə itirdiğim şagirdlərimi xatırladır. Hə dostum, ümidim sənədir. Biz bunu eləməliyik. Müqəddəs kitabda deyilir ki, deməli buna görə adi fəhlələr öldürmüsən. Qana qan, gözə göz, dişə diş. Boş sözlərdir. Sənin inamın məndən çox deyil. Amerikalıları öldürmək üçün özünüzə bəraət qazandırırsınız. Hər şey qaydasındadır dostum. Əsas odur ki, tələsməyəsən. Yavaş yavaş. Bu sualdır Isaac. Yavaş, yəni ehtiyatla. Hə, düzdür. Mən bir şeyi başa düşmürəm. Axı savadlı adam necə terrorçu ola bilər? Onu sən mənə de. O murdar ağzını yum. Deyəsən huşunu itirirsən Isaac. Öz səsini eşitmək xoşuna gəlir. Mən özümü əla hiss edirəm. Elə bil kurortdayam. Əla hiss eləyə bilməzsən. Suyun qutarıb. Susuzluqdan yanırsan. Günəş səni yandırır. Çoxlu qan itirirsən. Cap. Kapitan. Kapitan Albright. O kimdir? Əfsanədir. Mənim əşqçim olub, elə dinində. O bizim dalımızca gələcək. Yəqin cəsədlərinizi aparmağa. Biz əlaqəyə çıxmasaq sənin dalınca gələcək. Hərəkətlərinizdən belə qənaətə gəlirəm ki, narahat olmağa əsas yox. Cəhənnəm ol. O bizim dalımızca gələcək. Bizə təlim keçib. Sağ qalmağı öyrədib. Sizi görüb məyus olmayacaq. Sən qalib gəlmədin. Eşidirsən, it oğlu it. Bu qələbə deyil. Sənin görmədiyin yerdən eşitmədiyin səs gələcək. Sadəcə kiçik işartı görəcəksən. Bum! Meytusla sən öldürəndən sonra kimin qalib olduğunu hamı biləcək. Shane! Sakit uzan dostum.
Bush Matthews'un başından vurum. Sibil, sakit uzan, tərpənmə. Bircə tərpənmə. Bəlkə Matthews'dan nəsə götürmək istəyirsən. Sənin sınmış nişangahına oxşar bir şey. İndi o mənim hədəfimdir. Onu yaxşı görürəm. Əbəs yerə hədə qorxu gəlmirəm, Isaac. Onun sifətindən vuracam. Dayan. Nişangahı ona görə saxlamışam ki, tüfəngi niyə tuta bilmədiyimi mənə xatırlatsın. Aydındır. Mənə qulaq asırsan. Din onu yerə saldı. Tapşırığı yerinə yetirilən vaxt nişangah düşdü. Onu qaldırmaq istəyəndə Dini vurdular. Çünki mənim gülləm boşa çıxdı. Snayperi öldürə bilmədim. Mənə eşitirsən, lənətə gələsən. Onu görmədim. Buna görə Dini öldürdülər. Bu mənim günahımdır, lənətə gələsən. Yox, tələsmə dostum, yavaş. Kim tələsməsin? Kimlə danışırsan? Sən nənəm kimlə danışırsan? Kimlə danışıram? Lənətə gəlmiş Tanrıyla! O hardasa zibilliyin içindədir. Təxminən 10 metr hündürlükdə. Mən dəqiq bilmirəm. Bağışla dostum. Saat 4 istiqamətində yuxarı. Saat 6 sağa. Hazır olan kimi at. Onu vurdun? Xahiş edirəm de ki vur. Zibil. İt oğlu it. Səni görüm it kimi gəbərəsən. Əl çək ondan əclaf. Şeyin. Qalx ayağa. O sənin üçün təhlükəli deyil. Onu rahat bırak. Dayanma. Bax belə. Sürün bura dostum, sürün. Dayanma, gəl bura. Tərpən. Davam elə, az qalıb. Sən çatmısan. Gəl. Əla Metçi, biraz da. Yanıma gəl. Mənə tərəf gəl. Niye? Mən evə getmək istəyirəm. Öz evimə istəyirəm, əclaf, bildin? Onda get. Nəyi gözləyirsən? Getsən məni vuracaqsan. Vurmayacağım. Sən məni vuracaqsan. Niyə də vurmayasan? Çünki mən bunu istəmirəm. Nə? Sən evə getmək istəmirsən, düzdür? Lənətə gələsən, bu nə deməkdir? Müharibə qutarıb, amma sən hələ buradasan. Niyə? Mən onu öldürdüm. Mən öldürdüm. O düşmən snayperinin öldüyünü təsdiqləməyə getmişdi. O adam yalandan özünü ölülüyə vurdu. Dinə güllə atmağa başladı. Mən cavab ateş açanda güllə dinə dəydi.
İlahi, mən yalan danışım. Çox yalan danışmışam. Çalışırdım faktları çaşdırmayım. Hamıya yalan deyirdim. Hamını aldatmışam. Bircə səndən başqa lənətə gəlmiş ərəb. Sən hələ oradasan. Mənə qulaq asırsan. Eşidirsən? Hardasan, hə? Hara yox oldun? Yox, nəsə olub. Spartalı 3-3, danışan mobil qərargahdır. Spartalı 3-3, danışan mobil qərargahdır. Bu Spartalı 3-3'dür. Məni necə eşidirsiniz? Spartalı 3-3, təsdiq eləyirəm. Rütbəniz... Çavuş! Alan B. Isaac. Qəbul olundu. Sizə eşitməyimə şadam, çavuş. Bu nədir, lənətə gələsiz? Oh, yox. Kapitan! Son bir saatda snayperdən xəbər var. Yox, tam sakitlik Yox. Kapitan, mənəm. Çavuş Isaac. Meçu necədir? Yaxşıdır, sər. Sizə böyük Yox. hürmətim var, sər. Kapitan Albright. Bunu bir saat əvvəl demişdiniz. Təxminən neçə saatdır oradasınız? Hardasa 20 saat. Aydındır. Günəş bizi yandırıb külə döndərəcək. Alçaq. Lənətə gələsən, sən nə yiyirsən? Ay, səni lənətə gəlmiş. Koordinatlara yaxınlaşırıq. Təxminən saat yarımı orada olacaq. Düşmənlərə görə başqa yolla gəlirik. Yolumuzu uzatmalı olduq. Başqa çıxış yolu yox idi. Bizimkilər də o çağırıb. Ümid edirəm hava qaralana qədər çatarsınız. Nədir, qaranlıqdan qorxursunuz uşaqlar. Heç vaxt inanmaz. Neçə dəfə bu fırıldaq işlətmişsən, yaramaz əclaf. Gərək özünüzlə sakitləşdirici götürərdiniz. Yox, biz qaranlıqdan qorxmuruq. Fəhlələr Söz mühafizə gəlişi. dəstəsini çağırdı. Mühafizəçilər bizi, mən də onları çağırdım. 80 Lənətə dəqiqədən sonra gələsən. görüşərik. Əlimizdən gələni Alçaq mənim eləyəcəyik. adımdan danışır, it oğlu. Oldu. Qəbul. Əlaqənin sonu. Zibil. Ay sən nə alçaq. Cəhənnəm ol. Hey, rədd ol. Hey, sən hələ də buradasan?
Onları vura bilməyəcəksən. Yəqin bunu başa düşürsən. Güllə atsan özünü ələ verəcəksən. Onlar səni tapacaq. Tapacaqlar. Mənə qulaq asırsan? Sən oradasan? Sənin ağzını yummaq vaxtıdır. Mən ölümdən qorxmuram.
Çavuş Isaac, yaxşısınız? Cəsədlər saat 10 istiqamətindədir. Ehtiyatla, yavaş. Zibillik. Götürürük. Biraz bura gel. O zibillikdədir. Hər şey qaydasındadır. Perimetri yoxladı. Getdi uşaqlar, getdi. Cəld olun, cəld olun. Gel, tez olun, tez. Bulldog 1-7, havaya qalxırıq. 3-5 qalxırıq. Bulldog havaya qalxır. Sağdan uçuram. Koordinatlar 2-3-0. 3-5. Qəbul olundu. Əskər oksigen hazırla. Aydındır. Cəld ol. Rahat uzan çavuş. Her şey yaxşıdır. Sakit ol. Sana oksigen veririm. Tez tutaracağım. İkincini hazırla. 5 dəqiqədən sonra dəyişərik. Aydın oldu, 5 dəqiqədən sonra. Ehtiyatlı ol. Diqqətli ol. Aydındır. Bitirən kimi o birisini ver. Oldu. Bak belə. Rahat ol. Sibil. Uzanın. Hardın atırlar. Qəbul, bizi ateşe tutublar. Onu görmürəm. Uzanın. Zibillikdədir. Hardadır? Zibillikdədir. O zibillikdədir. Bizi ateşe tutublar. Hücum olun. Bizi ateşe tutublar. Qəbul. Orada. Biz düşürük. Zibillikdə. Yerə düşürük. 2-3-0. Bulldog 1-7. Bulldog 1-7. Danışan Bağdad qərargahıdır. Məni eşidirsiniz? Bulldog 1-7. Məni eşidirsiniz? Danışan Bulldog 1-7'dir. Sizi dəqiq və aydın eşidirəm. Əlaqənin sonu. Video az.